Eldənizlər dövlətinə aid olan testlərin içərisindəki sxem və xəritələrə baxmaq istəyərdim. 30-cu sxemə baxaq. Burada deyir ki, hadisə nəticə əlaqələrini müəyyən edin, yəni düzgün tapmalıyıq. 1. Arslan Şahın İraq Səlcuq Sultanlığının taxtına oturması nəticəsində Şəmsəddin Eldənizin İraq Sultanlığının əsl sahibi olması deyir. 2. Məhəmməd Cahan Pəhlivanın Təbrizi Ağsunqurilərin əlindən alması nəticəsində Ağsunqurilərin süquta uğraması. 3. Azərbaycan Atabəylər dövlətinin yaranması nəticəsində Səlcuq dövlətinin süquta uğraması. 4. Xarəzmşah Təkəşin Rey və Həmədanı tutması nəticəsində Eldənizlərin süqutu. 5. Qızıl Arslanın Şirvanın yürüşü Şirvanşahlarının süqutu. Deməli, burada 5-ə baxırıq ki, 5-də deyir Qızıl Arslanın Şirvanın yürüşü Şirvanşahlarının süqutu. Bu yanlışdır. Çünki Şirvanşahlar 1538-ci ildə Səfəvilər 1-ci Təhmasib tərəfindən süquta uğradılacaq. Demək 5 olan Y variantı gedir. 4-cü sualda 4-də deyir ki, Xarəzmşah Təkəşin Rey və Həmədanı tutması Eldənizlərin süqutu. Bu da yanlışdır. Çünki Eldənizləri süquta uğradan Xarəzmşah Təkəş deyil. Xarəzmşah Cəlaləddindir. 1225-də Xarəzmşah Təkəş Rey və Həmədanı tutması ilə demək bu 1194-də olur. Daha sonra Əbubəkir Həmədan döyüşündə döyüşərək həmin ərazilər alacaq. 4-də gedir. 3. Azərbaycan Atabəylər dövlətinin yaranması nəticəsində Səlcuq dövlətinin süqutu. Bu da yanlışdır. Çünki Azərbaycan Atabəylər dövlətinin yaranması ilə Səlcuq dövləti hələ süqut etmir. Səlcuq dövləti 1157-ci ildə süqut edəcək. Sadəcə zəiflədiyi vaxtda yaranır Atabəylər. 2-də deyir ki, Məhəmməd Cahan Pəhlivanın Təbrizi Ağsunqurilərin əlindən alması nəticəsində Ağsunqurilərin süquta uğraması. Bu da yanlışdır. Çünki Ağsunqurilər 1227-ci ildə Marağanın Xarəzmşah Cəlaləddin tərəfindən tutulması ilə süquta uğrayacaq. Ona görə 2 də yanlışdır. Demək, cavab qalır 1-ci cavab. Arslan Şahın İraq Səlcuq Sultanlığının taxtına oturması nəticəsində Şəmsəddin Eldənizin İraq Sultanlığının əsl sahibi olması. Demək, sxem və Venn diaqram axtaraq, xəritə axtaraq. 34-cü Venn diaqramına baxaq. Burada 1-ci Toğrul və Alparslan'a aid diaqram verilmişdir. Bizansla mübarizə aparılması verir. A-da Dəndənəkən döyüşündə Qəznəlilərin məğlub edilməsi. B. C. Paytaxtın İsfahana köçürülməsi. D. Rəvadilərin tabe edilməsi. Y. Malazgirt döyüşünə qalib gəlməsi. Deməli, paytaxtın İsfahana köçürülməsi, Malazgirt döyüşündə qalib gəlməsi bu gedəcək Alparslan'a. C və Y-nin 2-yə getdiyi variantı axtaracaq. 2-yə Y, 2-yə A, B, C, 2-yə A və Y. A. İsfahana köçürülməsi Məlik Şaha gedəcək. Ona görə Malazgirt döyüşünə qalib Y variantını götürəcək. 2-yə Y, ortaya A. Bizansla mübarizə aparılması ortaya gedəcək. 1-ə isə B və D. Toğrula isə Dəndənəkən döyüşündə Qəznəlilərin məğlub edilməsi və D. Rəvadilərin tabe edilməsi 1054-cü ildə. Deməli, cavab olacaq Y variantı. Növbəti diaqrama baxaq. Azərbaycan 12-ci əsr tarixi və Azərbaycan 13-cü əsr tarixi. Ümumiyyətlə, Monqolları biz görən kimi verir onu 13-cü əsrə və A variantı gedir 2-yə. Deməli, 2-yə A variantının getdiyi variantlar var. Gəlin C variantının gedib getmədiyinə baxaq. İqta torpaq sahibindən istifadə. Xeyr, bu hər iki dövrdə var. Ona görə də 2-yə A-da qalacaq. 2-yə A-da qalacaq. Türk mənşəli sülalə tərəfindən yeni dövlətin əsasının qoyulmasıdır. Burada 1136-cı ildə Eldənizlər dövləti 12-ci əsrdə yaranır. 13-cü əsrdə Türk mənşəli sülalə yoxdur. Ona görə də 1-ə də B gedəcək. 1-ə B, 2-yə isə ortaya C, 2-yə A, 1-ə B, ortaya C, 2'ye A.
Əslində belə bir variant var, amma D variantı baxaq. Cəlairilərin yürüşü olacaq. Hülaki dövləti süqut etdikdən, hətta Qızıl Orda hökumətdə başladıqdan sonra ona görə də getməyəcək. Paytaxtı Gəncə olan mərkəzləşmiş dövlətin yaradılması bu Şəddadilər dövlətini deyir. Hər halda o da mərkəzləşmiş deyildi. O zaman B, A və C-nin getdiyi C variantını götürəcək. 36. Səlcuq sultanlarına aid uyğunluğu El-Elben diaqramına əsasən müəyyən edin. Dövlətin ərazisinin genişlənməsi hər üçünə gedəcək. 5-ə A-nın getdiyi cavaba baxaq. 5-ə A 2 yerdədir. Paytaxtın dəyişdirilməsi Toğrulun və Məlikşahın dövründədir. 4-ə B, 5-ə A, 4-ə B, D variantındadır. Burada 3-ə Y gedir. 3-ə Y, Şəddadilər dövlətinə son qoyulması. Demək ki, bu verilir kimə? Məlikşaha. Bəli, 1808-ci Məlikşah son qoyubdur. 2-ə C, birinci Fərquşun hər il xərac almaq müqabilində onun daxili müstəqilliyini saxlayır. Bəli, 1066-cı ildə Fərquş tabe edilib. Bu da Alparslana düşür. Çünki 1063-1072 onun hakimiyyət illəridir. 1-ə isə D gedir. Toğrula. D, Bizans Erməni Gürcü feodallarına qarşı birgə mübarizə Şəddadilərlə 1054. Bəli, cavab D variantıdır. Başqa diaqram axtaraq. 37. Sultan Toğruldan fərqli olaraq Alparslan və Məlikşah. Sultan Toğruldan fərqli olaraq Alparslan Bizans qoşunlarını məğlub etmişdir. Toğrul da Bizansla döyüşür 1048-ci ildə. Bu fərq deyil. Deməli, 1-ə A harada gedəcəksə o yanlışdır. Bir variantımız çıxdı sıradan. Rəvadilər dövlətinin varlığına son qoymuşdur. Alparslan Toğruldan fərqli olaraq. Bəli, bu doğrudur. 1-ə B gedəcək. Çünki Toğrul tutur Rəvadiləri, Alparslan isə son qoyur 1065-də. Bayaq dediyim kimi Alparslanın hakimiyyətləri 1063-1072-dir. Cənubi Qafqaza yürüş etmişdir. Bu isə Toğrula gedir. Deməli, yalnız 1-ə B olan gedəcək. 1-ə B. 1-ə C gedən olmur, 1-ə A gedən olmur. Yalnız B. Bu da C və D variantındadır. İndi 2-yə baxaq. Sultan Məlikşah dövlətin paytaxtını dəyişdirir. Doğruldan fərqi deyil bu onun. Vahid ölçü çəki sistemi, bəli, 2-yə B gedəcək. Şəddadilərin daxili müstəqilliyini də ləğv edir, bəli. 2-yə isə B və C gedəcək. 2-yə də B, C. 1-ə isə nə götürmüşdük? B götürmüşdük. Bəli, 1-ə B, 2-yə isə B, C. Deməli, başqa diaqramı axtaraq. 46-cı testə baxaq. Hadisə və nəticə. Səlcuqların Azərbaycana yürüşü nəticəsində Azərbaycanda yerli dövlətlərin hamısının süquta uğradılması. Demək, Səlcuqun hücumu nəticəsində hamısı süquta uğramır, Şirvanşahlar qalır. Bu yanlışdır. Azərbaycanda yaşayan əhalinin türk mənşəli olması nəticəsində Səlcuqlar tərəfindən Azərbaycanın tutulması asan idi. Bəli, 2 doğrudur. Çağrı bəyin kəşfiyyat yürüşü nəticəsində Naxçıvan və ətraf Azərbaycan torpaqlarının Səlcuqların nəzarətlərinə keçməsi. Bir də Səlcuq türklərinin Mahmud Qəzənlinin hakimiyyətinə qarşı üsyanın nəticəsində Səlcuq dönür. Bu yanlışdır. Deməli, cavab olacaq 2 və 3. 47-yə baxaq. 47 xəritədir. Xəritədə işarə edilmiş şəhərlərin 11-ci əsr tarixinə aid oxşar cəhəti müəyyən edin. 11-ci əsr. Paytaxt şəhər olmaları. Xəritədə Gəncə və Təbriz göstərilibdir. 11-ci əsrdə Gəncə paytaxt idi. Çünki 1088-də Şəddadilər yaşayır. Təbriz də Rəvadinin paytaxtıdır. Çünki 1065-ə qədər yaşayır. Deməli,
1-i götürürük. Xarəzmşah Cəlaləddinin qoşunları tərəfindən işğalı. Xarəzmşah Cəlaləddin 1225-də hücum edib, bu 13-cü əsrdir. 2 çıxır. Səlcuq qoşunlarının hücumuna məruz qalması. Bəli, Gəncəyə də, Təbrizə də hücum ediblər. Bu doğrudur. 1-3. Slavyanlar tərəfindən qarət edilməsi. Xeyr, Təbriz Slavyanlar tərəfindən qarət edilməyib. Ərazilərində müstəqil feodal əmirliyinin yaradılması Gəncədə yaradılıbdır. Amma Təbrizdə Rəvadi əmirliyi 8-ci əsrdə. Deməli, cavab olacaq 1 və 3. Digər xəritəmiz isə 52-ci testdədir. Burada 3 Dərbənd, 1 Şamaxı, 2 isə Təbrizdir. Və verilən şəhərlərin 11-ci əsr, yəni 1000 neçəncəsə illər dövrünə aid oxşarlığını tapacaq. Rəvadilər dövlətinin paytaxtı olmuşdur. Demək, uyğunluğu tapacaq. Burada Rəvadi dövlətinin paytaxtı 2-dir. 11-ci əsr Rəvadi var. Deməli, 2-yə A gedəcək. Atabaylar dövlətinin iqamətgahı idi. Atabəylər ümumiyyətlə 1136-cı ildə yaranmışdır. Ona görə Atabəylər dövləti 11-ci əsrdə yaşamayıb. Səlcuq hökmdarı 1-ci Toğrulun dövründə Səlcuqlar tərəfindən tutuldu. Demək, Təbrizi götürə bilərik. 2-yə C götürürük. Çünki 1054-cü ildə 1-ci Toğrul Təbrizi tutmuşdu. Amma Şirvanşahları tutmayıb. Məsələn, Dərbəndin tutulması haqqında məlumat yoxdur. Şirvanşahların paytaxtı idi. 11-ci əsrdə Şirvanşahların paytaxtı Şamaxını götürürük. Çünki 1192-ci ilə qədər Şamax paytaxtı olubdur. 1-ə də D götürürük. 1-ci Fərbursun dövründə Şirvanşahlar dövlətinə birləşdiribdir. Bu da Dərbənddir. Çünki 1075-ci ildə 11-ci əsrdə Şirvanşahlar dövlətinə birləşibdir. Diaqramlarımız və xəritələrimiz bu qədər.